Azərbaycan Hava Yolları üçün və xüsusilə də onun komandası üçün çox önəmli bir gündür. Çünki bizim brend strategiyamız yenilənibdir və bu bizə artıq təqdim olunur. Və mən çox sevinirəm ki, bu gün biz komanda olaraq burada fəal iştirak elədik. Bizim rəhbərliyin gələcəyə baxışını birbaşa olaraq dinlədik və eyni zamanda bizə çox gözəl mesajlar verildi ki, nəinki Azərbaycanın, biz eyni zamanda regionun inkişaf etmiş və daim inkişaf edən bir aviasiya şirkəti kimi özümüzü tam doğrulda bilərik. Ölkəmizin dayanıqlı inkişafına və eyni zamanda bizim dayanıqlı gələcəyimiz üçün, sağlam ekoloji mühitin qorunması üçün əlimizdən gələn bütün səyləri səfərbər edəcəyik. Və bizim strategiyamız gələcəyə yönümlüdür, müasir çağırışlara cavab verir və komanda olaraq bizim burada iştirak etməyimiz, bir-birimizi başa düşməyimiz, dinləməyimiz və bütün fikirləri hörmətlə yarışmağımız, onun bizim strategiyamızda təcəssüm etdirməsi bizi olduqca motivasiyalandırdı. Və düşünürəm ki, yaxın gələcəkdə Azal bu strategiyanı real layihələrlə, real işlərlə göstərəcəkdir və Azərbaycanımızın dayanıqlı inkişafına, bizim nəqliyyat sisteminin inkişafına və Azərbaycanın Bayraqdar aviasiya daşıyıcısı şirkəti olaraq inkişafımıza öz müsbət töhfəsini verəcəkdir. Bugünkü tədbirin əhəmiyyəti düşünürəm ki, çox önəmlidir. Bunun əsas səbəbi şirkətdə daxilində olan bütün əməkdaşların ümumiyyətlə Azalın brend strategiyası haqqında mühüm əsas və belə deyək anlayışlarla anlamaları, bunları başa düşmələri və ona görə ilk növbədə marketinq komandasına təşəkkürümü bildirmək istəyirəm. Çox böyük bir proyektdir, çox belə deyək çətin bir proyekt oldu, lakin düşünürəm ki, nəticələrimiz çox yaxşıdır və gələcək inkişafımızda bizim üçün çox böyük bir rol oynayacaq. Bugünkü tədbir çox maraqlı tədbir idi. Ən əsası ona görə ki, dəyərlər, missiya, baxış, bu hamısı hər bir şirkət üçün, o cümlədən Azal üçün çox önəmlidir. Və bunlar həmişə də hər kəsi birləşdirir. Və bugün burada hamımızın iştirak eləməyimiz, vəzifədən, tutulu mövqedən, fəaliyyət göstərdiyi istiqamətdən asılı olmayaraq bir yerdə olmağımız da bir daha onun sübutudur ki, həqiqətən də birləşdirici dəyərlərimiz var, birləşdirici baxışlarımız var, ümidlərimiz çox böyükdür, planlarımız çox böyükdür. Əminəm ki, bugünkü tədbir də həmən bu nailiyyətlərimizdə, gələcək uğurlarımızda öz töhfəsini ciddi şəkildə göstərəcəkdir. Bir daha təşkilatçılara da, hər kəsə də təşəkkür edirəm. Ümumiyyətlə mən uzun ildir Azərbaycan Hava Yollarında çalışıram və bugün kimi möhtəşəm bir gün, möhtəşəm bir hadisə həqiqətən çoxdan da olmamışdı. Azərbaycanın hava yollarının tam yeni brend strategiyası təqdim olundu və həqiqətən bu təqdimatda hiss olunur ki, həqiqətən Azala yeni nəfəs veriləcək. İnşallah hamımıza xeyirli olsun. Həqiqətən tədbir özü çox gözəl keçdi və bu tədbiri təşkil edənlərə, iştirak edənlərə, Azal rəhbərliyinə təbii ki təşəkkürümü bildirirəm və əminəm ki, yaxın illərdə, yaxın aylarda belə biz artıq həmin dəyişikliklərin effektivliyini, nə dərəcədə effektiv olmağını canlı şahidi olacağıq. Great day. Vision and mission is clear and very reflective of where we want to head as an airline and makes you feel very inclusive and special to be part of this journey that Azal is on. Düşünürəm ki, tədbir çox yaxşı təşkil edilmişdi. Ümumiyyətlə bir şirkətin dəyərlərinin, vizyonunun formalaşması çox önəmlidir. Həm rəhbərlərinin bu tədbirdə iştirakı da çox önəmlidir ki, onlar da bu dəyərləri, bu vizyonu öz işçilərinə aşılaya bilsinlər və gələcəkdə bir şirkət olaraq qlobal arenada daha çox dəyərlərimizlə tanınmağı inşallah ümid edirəm. Tədbir barədə onu deyə bilərəm ki, ilk növbədə mükəmməl təşkilatçılıq olunub, mükəmməl təşkil olunubdur və eyni zamanda tədbirdən alacağımız məqamlar, tədbirdən alacağımız mesaj Azalın gələcək inkişafı, Azalın dəyərləri və bu dəyərlərin bütün əməkdaşlara aşılanması, paylanması və birgə olaraq Azal bir ailə olaraq bu dəyərlərə doğru necə addımlayacağımız barədə çox böyük, geniş və faydalı məlumatlar aldıq. Əməyi keçən bu tədbirin təşkilatçılığında əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Həqiqətən də möhtəşəm təşkilatçılıqdır. Hər bir xırda detal nəzərə alınıbdır. Eyni zamanda təqdim olunan məlumatların faydalılığı nöqteyi nəzərdən çox məmnunuq və inşallah ki, burada paylaşılanlar həyata keçiriləcək və Azalın inkişafında çox böyük töhfə verəcək. Tədbir çox gözəl tədbirdir.
çox önəmlidir bizim gələcəyimiz üçün, bizim şirkətimizin və hətta dövlətimizin gələcəyi üçün. Bu çox gözəl bir tədbirdir. Bizim strategiyamız, bizim missiyamız, bizim dəyərlərimiz haqqında tədbirdir və bu tədbiri burada keçirəndən sonra biz öz iş yerlərimizə qayıdandan sonra öz komandamıza, əməkdaşlarımıza bu dəyərləri necə üstün tutub, necə onları yaşadacağıq, bu barədə bu tədbirdir bugün. Mənim fikrimcə çox önəmli bir bu mərhələdir artıq Azalın həyatında. Biz hamımız burada iştirakçılar inanmalıyıq ki, bu qoyduğumuz hədəfləri, bu qoyduğumuz dəyərləri hər gün öz şirkətimizdə, öz iş yerlərimizdə, əməkdaşlarımızla, başqa şirkətlərlə davamlı olaraq yaşadacağıq.